hörmətli tamaşaçılar. Hoş gördük sizi. Öten günler başladısa demek ki daha bir sənətkar taleyiyle sizin görüşünüze gelmişik. Bəli, bugünkü verilişimizdə milli teatr və kino sahəsinə dəyərli töhfələr vermiş, yaratdığı hər bir obrazla sənətkar ömrünü sübut edən xalq artisti Amalia Pənahovanın ötən günlərini vərəqləyəcəyik. Amalia Pənahova sözün əsl mənasında misilsiz bir sənətkar idi. Onun qoyduğu böyük irs teatrımız üçün, kino dünyamız üçün əvəzsiz bir xəzinədir. Zəhmətkeş, fədakar, son dərəcə istedadlı bütün bu sözlər sevgi dolu qadın, gözəl aktrisa Amalia Pənahova üçün biçilib əziz dostlar. Və bugün Amalia xanımın həyatı, şəxsiyyəti, yaradıcılığı ətrafında danışmaq üçün çox dəyərli insanlar var. Studiyamızda qonaqlar var, təqdim edək tamaşaçılara. Böyük sevgiyle studiyamızda əyləşənlər sırasında Azərbaycanın xalq artisti, dəyərli sənətkarımız Rasim Balayev iştirak edir. Xalq yazıcısı Anar bizimlə birlikdədir bugün. Xoş gördük siz Anar müəllim. Respublikanın xalq artisti Həmidə Ömərova. Daha bir xalq artisti Bəsti Cəfərova. Kinoşünas, kino rejissor, kino sahəsini dərindən və sevgi ilə tədqiq edib bilən insan, əməkdar incəsənət xadimi Cəmil Quliyev. Əməkdar incəsənət xadimi Profesor Məryəm Əlizadə. Amalia Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrının baş rejissoru, Respublikanın xalq artisti Mərahim Fərzəlibəyov. Bəli, studiyamızın qonaqları Amalia xanımla birlikdə işləyən, çoxlu xatirələri olan insanlardır. Gözəl verilişimiz olacaq xatirələrlə dolu. Amma əvvəlcə gəlin Amalia xanımın həyat və yaradıcılığına bəhs edən süjeti izləyək. Azərbaycan teatr sənəti tarixinə adı həmişəlik həkk olunan görkəmli teatr və kino aktrisası, xalq artisti Amalia Pənahova. Ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə və inkişafına həsr edən sənətkar, bənzərsiz sənət dünyası, özünəməxsus yaradıcılıq axtarışları və yaddaşlardan silinməyən zəngin obrazları ilə əvəzsizdir. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirən Amalia Pənahova hələ 2-ci kursdan akademik dram teatrının səhnəsində çıxış edərək istedadı, cazibəsi və bənzərsiz səsi ilə yaratdığı hər bir rola uğur gətirib. Teatrda, kinoda, televiziya tamaşalarında 500-ə yaxın müxtəlif səpkili xarakterlər qalereyası yaradan aktrisa, dünya və milli dramaturqların obrazlarına xüsusi kolorit qatıb. Aktrisanın Tomris, Natəvan, Medea, Ofeliya kimi rolları qadın obrazlarının formalaşmasına önəmli töhfələr verib. Ağlın olsa qılınç orunca sürənləri tapa bilərsən. Ağlın olmazsa elindeki kılıncı da vurup yere salarlar. Bakın buna cavana. Günü baktım kimi qara. Edemidir sinasın para. Mənim aşağı dolan Amalia Pənahovanın səhnə fəaliyyətində xalq yazıcısı İlyas Əfəndiyevin yaradıcılığı önəmli yer tutur. Aktrisa ədibin əsərlərinin qəhrəmanlarına uğurlu səhnə taleyi bəxş edərək onları sanki özünə tabi etməyi bacarır. Biz insanlar dəhşətliyik, anlaşılmazıq. Mən fikrən, xəyalən daima öz nişanlıma xəyanət edirəm. Başa düşürsən mi xəyanət? Bizim mahnı dağlarda qaldı. Aman ovçu! Vurma! Vurma! Gecə gündüz məni sevdiyini söyləyirsən. Özünsə. Ay qızla gizlindən kabinetində görüşürsün. Onu mənim rollarıma getməyə, operaya dəvət edirsən. Amalia Pənahova yaradıcılığının böyük bir hissəsi kino sənəti ilə bağlıdır. Aktrisanın rol aldığı 50-yə yaxın filmdə onun hüdudsuz peşəkarlığının şahidi oluruq. Babək Hürrəmidin, mənim ağşahinlərim arasında iki tirəliyə, nifaha, məyyusluğa yol verməsin. İstər dağ elinin, İstər aran zəminin bütün xürrəmlərini öz ətrafında cəm eləsin. Əgər sənin başına belə iş gəlsəydi Kamran, sənimi beşiyini satardı, bizi sərkardan eləyərdi, amma səni qutarardı. Bəxtin gətirib ki, bəni adam tamakkar çıxıb, sənə köpək kimi qulluq göstərdi. Yoxsa Rigdas, səni parça-marka elərdi. Kurs rəhbəri Adil İskəndərovdan sənətin sirlərini öyrənən Amalia Pənahova
ədəbi materialın, rejissor yozumunun tələblərini mükəmməl bilirdi. Sənətkar ondan artıq televiziya və teatr tamaşasına quruluş verərək rejissor potensialını da ortaya qoyur. Əgər desəm ki, ölmək istəyirəm, qoy heç kəs mənə inanmasın. Yer üzündəki bütün canlılar kimi mən də yaşamaq istəyirəm. Robert'in savayı heç kimi yanına buraxmır. Hətta mən doğma anası da ona ögey olmuşam. 50 nəfəri cinayətə sürükləyən, 100 nəfər ziyalını ləkələyən bir adama yoxsa heykəli yaraşır. Həyatını səhnəyə, sənətə həsr edən aktrisanın istedadının başqa bir cəhəti də onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. 1992-ci ildə Amalia Pənahovanın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan Bakı Bələdiyyə Teatrı müstəqilliyə yeni qədəm qoyan Azərbaycanda vətənpərvərlik ruhunda səhnələşdirilən tamaşaları ilə ölkə hüdudlarından kənarda da uğur qazanır. Sənətində və şəxsiyyətində bir çox meyarları cəmləyən Amalia Pənahovanın mədəniyyətimizin inkişafındakı xidmətlərini sadalamaqla bitməz. Yaradıcılıqla bərabər fəal ictimai işlərlə də məşğul olan sənətkar bacarıqlarını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs dediyi tələbələrindən də əsirgəmədi. Mən dünyaya aktrisa olmaq üçün gəldim deyən Amalia Pənahova əzmkar fəaliyyəti və mədəniyyətə xidməti ilə yaradıcılığında səadətinə qovuşan az sayda sənətkarlardan idi. Ömrünün sonuna dək səhnə və sənət cazibəsini itirməyən aktrisa, sənətə olan sevgisinin fövqündə dayanan qrup yaratmaq əzmi ilə çalışaraq Azərbaycan incəsənətinin zirvəsində özünə əbədi yer qazandı. Siz həmişə mənimlə olacaqsınız, əziz tamaşaçılarım. Bir qucaq sevgimi qəbul ediniz. Əməkdaşımız Gülnarə Əzizə təşəkkür, çünki o qədər gözəl bələdçilik elədi və bu fraqmentlərə baxanda bir məsələni başa düşürsən ki, Amalia Pənahova aktrisa demək yazdı, o bir sənət fədaisi idi. Həqiqətən. Oradan da o ömrünü elə süjetdə deyildiyi kimi sənətə, səhnəyə fəda elədi və Anar müəllim Azərbaycanda aktrisa deyəndə bir neçə adları çəkəndə onun içində Amalia xanım da yada düşür. Siz ondan Şəhərin Yay Günləri və Təxminə Zaur tamaşalarında işləmişsiniz, elə deyilmi? Tamaşaların da, əsərlərin də elə insan taleyi kimi qəribə taleləri olur. Bəziləri görürsünüz, çox uğurlu alınır. Sizin də Təxminə və Zaur tamaşası Mərhəm müəllimin quruluşunda anşlaqla ən çox baxılan tamaşalardan oldu və Amalia xanım da böyük şövqlə, böyük zövqlə, o çox böyük istəklə o tamaşada oynadı. Buyurun, Amalia xanım haqqında xatirələrinizi dinləyək. Amalia Pənahovanın teatra gəlməyi, səhnəyə gəlməyi bir hadisə idi. Bu hadisə bizim görkəmli dramaturq İlyas Əfəndiyevin Sən həmişə mənimlə sən piyesi ilə başladı. Bu piyes mənim fikrimcə həm İlyas Əfəndiyevin yaradıcılığında bir dönüş nöqtəsi idi, həm Tofiq Kazımın rejissurasında dönüş nöqtəsi idi, həm də ümumiyyətlə teatrımızın tarixində bir dönüş nöqtəsi idi. Mən bir dəfə yazmışdım ki, elə bil indiyə qədər tamaşaçı ilə, sizlə danışan teatr indi sənlə başladı danışmağa, sən həmişə mənimləsən. Və bu dönüşdə də Amalia xanımın rolu şübhəsiz çox böyükdür. O gənclik təravətini gətirdi teatra, məhrəm bir ruh gətirdi teatra və bu tamaşa çox böyük uğur qazandı. Məndən isə bir neçə işimiz oldu Amalia xanımın. Biri elə Təxminə və Zavurudur ki, onu görkəmli rejissorumuz Mərahim bulmuşdu. Bilmirəm, mən yanılmıramsa 300-yə qədər anşlaq getdi o tamaşada. Çox anşlaqdan getdi. Hətta o Təxminənin ölüm səhnəsində zalda qəşş eləyənlər olurdu. Təcili yardım maşını çağırırlardı falan. Bu da Amalia'nın oyunun təsiri idi şübhəsiz ki. Çox maraqlı bir tamaşa idi. Sonra Amalia xanım təklif elədi ki, ondan əvvəl mənim teatrda demək Şəhərin Yay Günləri piyesini Tofiq qoymuşdu, Tofiq Kazımov qoymuşdu. Orada da bizim başqa bir görkəmli aktrisamız Şəfiqə Məmmədova və Həsən Turabov başrollarda, Səməndər Rızayevlər 2 də sonra dövlət mükafatı aldılar bu tamaşaya görə. Onlar oynayırlardı. İlk dəfə Ulu Öndər səhnəyə çıxdı, bu aktyorları, tamaşanı təbrik elədi falan. Və sonra bu mənim başqa tamaşalarım kimi belə birdən-birə teatrın repertuarından yox oldu. Niyə bilmirəm, nədirsə ayrı yəqin səbəblər var. Bir gün Amalia xanım dedi ki, bəs bəlkə şeyi bərpa eləyək təzdən, Şəhərin Yay Günləri. Mən məmnuniyyətlə orada Dilara rolunda oynayaram.
Və doğrudan da Tofiq Kazımovun tamaşasını bərpa eləmək işində Amalə xanım bir rejissor kimi də fəaliyyət göstərdi. O tamaşanı bərpa elədilər. Fuad rəhmətli, Fuad Poladov qiyas rolunda da, Amalə xanım da Dilara rolunda işlədilər. O tamaşa da çox uğurlu oldu. Ümumiyyətlə, mənim Azdramada 5 tamaşam qoyulub. Onlardan 3-ü anşlaqlarla gedib. Bələdiyyə teatrına keçəndə, demək, orada həm mənim Adamın Adamı komediyamı burada qoydular, o teatrda qoydular. Həm də Zəncir piyesimi. İkisini də Qaravəlli. İkisini də o teatrda qoydular. Çox onlar da uğurla tamaşaya qoyuldu. Və Amalə xanımın çox erkən dünyada getməsi bizim sənətimiz üçün, teatrımız üçün, kinomuz üçün çox böyük itki oldu. Mən onu həmişə bir etibarlı dost kimi də xatırlayıram. Özdə o maraqlı idi ki, o aktris olmaqdan başqa həm də bir nəzəriyyətçi idi. Ola təxminə rolu haqqında böyük bir traktat yazmışdı ki, bunu necə hazırlayıb, necə şey edib, öz təcrübəsi ilə bölüşürdü cavanları. Ona görə təbii ki, onun yeri həmişə görünəcək. O bizim teatrımızda və kinomuzda çox mühüm xidmətlər olan bizim böyük sənətkarlardan biridir. O tamaşanın uğuru təbii ki, Fuadla Amalə xanımın xidməti idi və Mərahimin xidməti idi, rejissor kimi. Amma xidməti olan bir adamı da mən xatırlamaq istəyirəm, o da bəstəkar Emin Sabitoğlu'dur. Və Emin Sabitoğlu'nun o tamaşaya yazdığı 5 mahnını Amalə xanım çox gözəl ifa elədi. Sözləri Nigar Rəfibəylinin. 4'ünün sözləri anamındır, birinin də sözləri mənimdir. Sizin sözləriniz. Və indiyə qədər mən o mahnıları dinləyəndə çox riqqətləndirəm, çünki xatırlayıram o gözəl günləri. Bəlkə təxminənin o azadlığındaydı, ya da o dövrdəki, o dövrə sığmayan azadlığındaydı bəlkə. Mən bilirsiniz, bunu dəfələrlə demişəm, yazmışam, ona görə bunu eşidənlər deyə bilərlər ki, bu eyni sözü nə qədər təkrarlayır, amma indi yəqin eşitməyənlər də var. Onlar üçün təkrar edirəm ki, ümumiyyətlə bu romanın əsasındadır. 5 mərtəbəli evin 6-cı mərtəbəsi romanı. Bu roman, təbii ki, bu romanda məhəbbət mövzusu əsas mövzudur, amma bu məhəbbət romanı deyil. Bu, azad olmayan cəmiyyətdə azad insanın faciəsi haqqındadır. Təxminə azad insandır, amma azad olmayan bir cəmiyyətdə yaşayır. Ehkamlar içində çabalayan bir cəmiyyətdə yaşayır və o cəmiyyətdə o azad olmağın bədəlini ondan ödəyir ki, axırda məhv olur. Məhv olur. Çox sağ olun, Anar müəllim. Minnətdarıq sizə. Bir də təxminə bunu da mütləq qeyd edək. Çox maraqlı bir obrazdır. Nəyə görə? Ona hər kəsənin öz yanaşması var. Yəni, hamı bir nöqtədən o obraza baxıb qəbul edə bilmir. Hər bir kəsin öz yanaşması var. Rasim müəllim, xoş gəlmişsiniz. Salamlayırıq sizi. Biz Amalə Pənahovadan bugün danışırıq və Amalə Pənahovanın sözsüz ki, teatr yaradıcılığı ilə yanaşı onun çox böyük bir kino bioqrafiyası var. Və elə Babək filmini bir tək yada salmaq olar ki, siz ikiniz də bərabər necə monumental bir iş görmüşsünüz ekranda. Sizin baxış bucağınızdan Amalə Pənahovanın yaradıcılığı, şəxsiyyəti, dostluğunuz, ünsiyyətiniz, xatirələr, əhvalatlar, buyurun. Əvvəla onu deyim ki, mən 10-cu sinifdə oxuyurdum və Azərbaycan Gəncləri qəzetinə abunə edim və onu həmişə maraqla oxuyurdum. Orada bir rubrika gelirdi. Alqış səhnəyə istedad gəlir. Həmişə bu yeni aktyorlar çıxırdı və onun o vaxt həvəsim ki vardı aktyorluğa. Ona görə oxuyurdum və günlərin bir günü oxudum ki, bəs belə bir tamaşa oldu. Sən həmişə mənimləsən və cavan bir qız Amalə Pənahova orada oynadı. Sonra belə oldu ki, mən tətildə 10-cu sinifdən 11-ci sinifə keçəndə gəldim Bakıya, gəzməyə gəldim və o tamaşaya baxdım. Çox xoşuma gəldi. Hətta içimdə bir arzular oldu ki, mən də aktyor olsaydım, görəsən o Həsənzadə oynaya bilərdimmi? Düzdür, sonralar oynadık, amma o başqa bir şeydi. Amalə xanımın oyunu başqa şeydi. Bayalar düz qiymətləndirdi Anar müəllim ki, hər aktrisa, hər aktyor müəyyən bir yerə, ya kinoya mı, ya teatra mı gələndə hadisə olmur. Amma Amalə gələndə o hadisə idi. Yəni, yeni bir aktrisa, özü ikinci kurs tələbəsi. Sonra illər keçdi, mən də gəldim, oxudum. Sonra mən kinoya gəldim. Bir neçə filmlərdə çəkildi, amma belə deyək, filmində o da var, mən də varam, amma bizim görüşümüz yoxdur. Məsələn, bəzi filmlər vardı, Mahnı Dağlarda Qaldının
o kino varyantı vardı. Sonra arkadan vurulan zərbə idi, nə bilim belə və ən belə üzbəsurat çıxmağımız Babəkdə oldu. Özü mənim yadımdadır. Babək filmində istəyirdilər Türkan Şorayı çağırsınlar. Amma Türkan Şoraya dedi ki, 1 milyon dollar verin gəlib. O vaxt heç bir dolları görməmişdik. Amma elə xanım elə aktrisa idi ki, o havayı da oynayardı. Yəni o qədər onda sənətə vurğunluq vardı ki və onu deyim ki, amma elə çox yaxşı tərəf müqabili idi. Bilirsiniz, hamı bilir ki, tərəf müqabili nə deməkdir? Aktyor üçün çox böyük şeydir. Çünki sən verirsən, o alır, o verir, sən alırsan. Bilirsiniz, o tandem o vəziyyəti, situasiyanı çox ətraflı göstərə bilir. Ona görə də Amalə xanım çox rahat, mən deyərdim ki, bir adama kömək eləyən bir tərəf müqabili idi. Səməndər demişən rəhmətli, bu kino ki var. Bu kinoda bu gəlirdi. Biz bir də gördük kinoda belə şeylər olur da. Məsələn, səhər adamı qrimləyirlər, axşama qədər. Bəzən heç çəkmirlər. Qrimdə qalır sizə. Bəzən də belə axşamüstü deyirlər, hə, gəl bir kadr çəkək. Səməndər deyir, bu kino, bu nədir? Ay, yaşasın teatr. Niyə? Teatrda 7-də açılır pərdə. Bilirsən ki, bu nədir? Bu nə? Gəlirsən, ora oturursan, bırakırlar. Ölüvay olduğun yerdə deyirlər, gəl burada bir emosional bir sahne oyna deyirlər. Amma mən baxırdım, istəyirdim ki, o çəkiliş prosesində Babəkdə mənim də qrimim çətin idi. Ümumiyyətlə qrimlər... Paltarınız da ağır. Ağır, istəyirdim ki, bundan qabaq gəlim, görürüm, o gəlib. Yəni, ondakı o disiplina, o nizam, intizam, o vurğunluq. Mənim yadımdadır, mən kino ittifaqında işləyirdim, o gəlirdi, o vaxt onda telefon yox idi. Bəzi yerlərə zəng elirdi ki, bələdiyyə teatrı barədə. O nə qədər əziyyət çəkirdi, təlaş. Çünki onları o Zercinsk klubundan çıxartdılar. Şəhriyar klubundan çıxartdılar. O da deyir ki, bilsən nə qədər dekorasiyalarımız, adımız hamısı qalıb. Bağa aparmışdı. Qalıb, orada gündə nə qədər onlara pul veririk, o şeydə də harasa saxlayırdılar. Və nə qədər mübarizə aparırdı. Bilirsiniz, onun Anar müəllim dedi ki, teatrdan getdi. Mən də dəqiq bilmirəm, amma mənə belə gəlir ki, bu mənim subyektiv fikrimdir. Ona görə getdi ki, o artıq o repertuara sığmadı. Yəni, o ki, rolları oynadı, o repertuara sığmadı. Və onun, məsələn, mən teatr yaratmağı qorxaram və bacarmaram. Amma o çətin bir işin girişdi və onu bacardı. Və o aktyorlarına, yadımdadır, teatrdan çıxarılan aktyorları, Muxtar Afşarov idi, Məhluqat Sadıqova, Sofu Bəsilzadə, onları qəribə teatrda necə adam, o nə qanundur ki, teatrda başqa işlərdə ola bilər. Amma teatrda qoca rol da lazımdır. Məsələn, kinoda cavan adamı qoca eləmək ümumiyyətlə mümkün deyil, çox çətindir. Teatrda bir bax, amma niyə? Yəni, bu adamın sağlamdır. Niyə bu belə... Dedilər ki, onlarla müqabilə bağlamadılar və onları Amalə xanım gətirdi teatrdan. İkinci nəfəs verdi. Ay sağ ol, yeni nəfəs verdi. Onlarda bir... Həyat eşqi yarandı olardı. Ruhən ölmüşdülər. Bir də Rasim müəllim, o vaxtı, o zaman bələdiyyə teatrı təzə açılmasına baxmayaraq ən yaxşı maaşı o verirdi. Bəli. Bütün aktyorlar ora can atırdı. Çünki dövrü üçün çox gözəl maaş verirdi aktyorlara. Sonra o mənə danışmışdı ki, biz bu cəbhə bölgələrinə gedirdilər onlar. Biz hər adamın işlədi. Deyir, and içirdi ki, başımızın üstündən güllə gedirdi. Güllələr axırdı. Yəni elə bir çətin şəraitdə onlar gedirdi. Sonra mənim yadımda Türkiyəyə nə qədər qastrollara getdi. Bələdiyyə teatrını ora apardı. Bir növ bələdiyyə teatrının
bütün dünyada da olmasa Türkiye'de tanıttı. Ve dediğim oldu ki bu adam sənət fədaicidir. Bir dəfə soruşdum Amalya xanım, sizdə evdə qulluqçu var? Deyir ki, yox. Deyirəm, bəs bura bax, sən səhər məşqə gəlirsən, axşam tamaşaya gedirsən. O vaxtı aktyorlar belə də qazanmaq üçün, həm də sənətdir da, dubləja gəlirdilər. Ne bileyim televizyon verilişi vardı, radyo verilişleri vardı. Bunun hamısına gedirdi bu. Deyir ki, akşam bana bütün evin işim, pişirmeyi, zaten hamısını özüm eləyirəm. Fenomen bir adam idi. Ve ben derdim ki, Amalya Hanım Azərbaycan teatrında öz, belə deyək, möhrün vurmuş aktrisalardan biridir. Ve çok şükür ki onun kızı bugün onu devam elətdirir. Yani o olabilirdi ki Amalya Hanım'dan sonra o dağılsın. Mərhəm müəllim de orada baş rejissordur. Şükürlər olsun ki onun kızı onun yolunu devam elətdirir. Ve Özü də uğurla aparır işi. Bəli, tamaşaları olur. Amalya Hanım'ın bütün ömrü sənət üçün həsr elədi. Mənim yadımda da lap axırında çox təntənəli keçdi, 70 illiyin keçdi. Heydər Əliyev sarayında çox insanlar, özdə həm də ictimai xadim idi, deputat idi. Ondan sonra deputat işlərində o çox fəal görürdü. Yəni bu belə bir fenomen bir qadın idi. Yaxşı ki kızı onun işini devam elətdirir və nə qədər ki bizim tamaşaçılar var, onu görən, ondan sonra onun filmlerini görən, ondan sonra onun tamaşaların, rejissorluq da eləyirdi. Bir dəfə də televiziyada bir veriliş hazırlamışdı. Yəni, o adam hər tərəfli adam idi və bu sənətin fədaisiydi. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin. Rasim abi, gəlin elə bir fragmentə baxaq Babək filmindən. Sizin belə gözəl xatirələrinizin ardından yaxşı olar. Bu fragmentə baxaq, bir də yada salaq filmi. Ne olup burada? Cavidan hanı. Köşeler bomboş, qalada heç kimse yoktu. Hamı oradadır. Qala altında. Əbu İmran xəbər göndərdi ki, Cavidan meydanıma çıxsın. Təkbətək döyüşmək üçün. Qətlinə fərman verdilər bir-birinin. Hər ikisi məhv olacaq. Ne danışırsan sus! Elə bil üzünə ölüm tozu qonmuşdu. Bir piyalə şərab istədi, əbədi ayrılıq şərabı. İki dağ arasındaki bu ədavətə mən bahis oldum, mən, eşidirsən. Hələ də qorxu canımdan çıxmayıb. Sən görünməmiş, eşidilməmiş bir iş gördün. İki barışmaz düşməni yan yana dəfn elədin. Əgər onlar, o izdiham sənə qəsd etsəydi. O zaman sen de beni dəfn eləyərdin. Cavidanla Ebu İmran'ın qəbirləri arasında. Gedirsən. Gözü yolda qalanım var. Bəli, Amalya xanımın hər bir obrazı, yaratdığı obraz unudulmazdır. Mərahim müəllim, siz Amalya xanımla tələbəlik illərindən tanıyırsınız onu və bir çox quruluş verdiyiniz tamaşalarda oynayıb. Deyirlər, o repertuara diktə eləməyi bacaran bir aktrisaydı. Və son illərdə siz Bələdiyyə Teatrına keçdiniz və Şanlı Vətən tamaşasını qoydunuz və heyf ki, o iştirak edə bilmədiniz. Buyurun, lap əvvəldən başlayıb onun. Bilirsiniz, mənim bir xatirəm var. Rasimlə xatirəsinə oxşayır. Amma onu burada ayrı-ayrı adamlara demişəm. Amma istəyirəm ki, bu günləri hamı bilsin, bizim televiziya tamaşaları. Mən də onda Lütfü Məmmədbəyovun dərnəyinə gedirdim. Həvəskar aktyoru idim. Bir yerde gedir. Bir yerde de sen de hindi bir yerde gelirdik. Xalq teatrıydı. Lütfü müəllimin özünün acığına gelirdi. Derneği deyəndə acığına gelirdi. Xalq teatrı. Sonra da müəllimlər bizi qoymurdu oraya getməyə. Mən gizlin gedirdim. Ben de hemen o Xalq teatrındaydım. Ve Lütfü müəllim bizi həmişə aparırdı baxış tamaşalarına. Baxış tamaşalarına. Və bir baxış tamaşasında da yenə də bizləri yığdı. Biz yuxarı qalorka deyirlər. Oradan tamaşaya baxdıq. Mən orada həvəskar aktyor idim. Və bu sən həmişə mənim nəsinə baxdım. O tamaşaya baxandan sonra özümə dedim ki, yox.
mən aktyor olmayacağım, mən rejissor olacağım və gəlib aktrisanı işləyəcəyəm. Və belə oldu ki, Talih mənim səsimi eşitdi. Mən Leningrad Teatr Musiqi Kino İnstitutuna daxil oldum. Və 3-cü kursda oxuyanda artıq mən Marbaciyevin Novi Mir jurnalında Günlər bir hekayəsi vardı. Bir tələbə ikən onu səhnələşdirdim. Həmən o hekayəni Amalia xanıma təqdim elədim. Onu da 3-cü kursda oxuyurdum. Və belə oldu ki, Amalia xanım bunu bəyəndi. Amalia xanım televiziyaya müraciət elədi. Mən tələbə idim. Və bu Hacı adlı orada bir redaktor vardı. O ondan qəbul elədi. Mən bir tələbə tamaşası kimi televiziya tamaşası ilk dəfə Amalia xanımla orada işlədim. Və əlbəttə bu aktrisa mənim qəlbimdə böyük bir iz bıraxdı. Və Azərbaycana qayıdandan sonra Qrozudan bizim böyük dramaturgumuz İlyas Əfəndiyev Xurşudbanu Natəvanı mənə inandı, verdi. Və mən əlbəttə orada Xurşudbanu Natəvan obrazını Amalia xanımla birlikdə işlədik. Və bundan sonra demək olar ki, mən artıq Milli Teatra dəvət olunandan sonra orada işləyəndə demək olar ki, mənim bütün qadın obrazlarımın ən çoxunu Amalia xanım oynadı. Və Natəvandan sonra biz deməli, Anar müəllim buradadır. Mən onda rus dilində o romanı Leningradda tələbə ikən oxumuşdum. Və burada gələndə Natəvandan sonra mən Anar müəllimə müraciət elədim ki, bunu mən səhnələşdirib, dedi, sən niyə səhnələşdirin? Mən sənin üçün təzə piyes yazaram. Amma üçün müəlliflər mənim rastıma gəlib. Deyirlər, gedin səhnələşdirin, qoyun, özləri eləməslər. Onu da ona görə ellər ki, səhnələşdirmək çətin deyil. Amma yeni piyes yazmaq ondan da çətindir. Anam mənim ilk köməyi mənə orada elədi ki, piyesi özü yazdı. Demək olar ki, romandan fərqli olaraq müstəqil bir əsər yazdı. Və bilirsiniz, o əsər burada qeyd olundu, nə qədər anşılaqlarla getdi və Amalia xanımla əlbəttə bu Fuadın böyük müvəffəqiyyətidir. Amma bir sizə faktı deyim ki, o fakt bizə aydındır. Artıq mən o əsəri qoyanda roman artıq bizim oxuculara, tamaşaçılara çox yaxın idi. Onlar, bu roman məşhur bir roman idi. Onu hamı oxumuşdu. Ona görə biz onu Təxminə Zahar adı ilə verəndə, yəni burada əgər deməli, Amalia xanımın, Fuadın və bir də mütləq burada müəllifin böyük deməli, popularlığı, müəllifin bu böyük bir əsəridir. Sonra mən gəlirəm. Çünki mən bu müəllifi, aktyorları yönətdim və mən də orada əlbəttə bu böyük müvəffəqiyyətlərə görə mən də müvəffəqiyyət qazandım. Bu bir həqiqətdir. Çünki həqiqi məndə Təxminə Zahar o 5 mərtəbəli və 6-cı mərtəbəsi məşhur bir roman idi və müvəffəqiyyətlər bunu ilə bağlı idi. Və sonra mən Amalia xanımla deməli, burada qeyd olunan kimi İlyas Əfəndiyevin demək olar bütün əsərlərində qadın obrazları ilə biz işlədik onunla. Bilirsiniz, Rasim burada çox gözəl qeyd elədi, onun işgüzarlığı. Mən sizə deyim, mən 50 ildə aktyorlarla işləyirəm. Amma Amalia'da olan enerji, Amalia'da olan işə məhəbbət, Amalia'da olan o obrazı yaratmaq və hər məşqdən nəsə gətirmək, bilirsiniz, çox rejissora kömək eləyirdi. Yəni, əgər rejissor bir ona müəyyən yönəldirdisə, bir fikri deyirdisə, Amalia artıq bunun sabah gələndə müəyyən variantlar göstərirdi. Bilirsiniz, mən sizə deyim, indi bilinir də o sənətkarlar yoxdur, neynəmək olar? Həyatdır, gedirlər. Amma çox təəssüf ki, onların yerinə gəlmirlər, bilirsiniz. Müəyyən aktyorlar gəlir, demək olmaz, yoxdur. Amma o ki, Milli Teatrda belə qalereya vardı, vernisaj aktyorlar vardı, mən adını çəksəm, orada əsər hazırlamaq, rejissor üçün mən öz payıma deyirəm, çox asandı idi. Çünki bilirsiniz, böyük aktyorlar var idi. Rejissor yönəldən kimi onlar o yönümlə gedirdilər və o mezanları elə eləyirdilər ki, rejissor artıq məcbur idi ki, daha yeni şeylər tapsın, aktyorları yönəldə bilsin. Ona görə bilirsiniz, mən çox özümü xoşbəxt sanıram ki, məhz belə bir böyük aktyorlarla Milli Akademik Dram Teatrında işlədim, xüsusilə Amalia xanımla. Amalia xanımın qadın obrazları,
yaşayır. Qadın obrazları həmişə yaşayacaq və talidir. Təsəvvür eləyin, mən Lütfü müəllimin xalq teatrına gedəndə və orada sən həmişə mənimlə sənə baxanda taleyimə dedim ki, mən rejissor olacağam və gəlib Amalə xanımla işləyəcəm. Niyyətin hara, mənzilin ora Amma deyirlər mən də. bilmirdim ki, mənim taleyim Amalə xanım dünyasını dəyişəndən sonra onun sevimli qızı, gözəl insan. Siz təsəvvür edin ki, o teatrı o insanlığı ilə, o teatrı bacarığı ilə, o hər bir aktyorun xarakterini bilən, xüsusilə mənə olan münasibəti məni elə ilhama gətirir ki, təsəvvür edin, mən artıq Amalə xanımdan sonra o teatra bir günləri baş rejissor kimi orada işləyirəm. O teatrı Amalə xanım yaşadı, indi onun qızı yaşadı və mən Amalə xanımı sevən bir rejissor kimi, mən o aktyoru sevirdimsə, o da görünür məni ilə işləyirdi, iş birliyimiz var idi və o mənim tamaşalarımı yaşadırdı. Mən də çalışırdım ki, onun ifası ilə özümü göstərə bilim. Bilirsiniz, rejissor ancaq böyük, gözəl aktyorlarla özünü göstərə bilər. Rejissor aktyorsuz, qanadsız bir quşdur. Rejissor əgər ancaq rejissor əsəri qoyursa, özünü göstərirsə, novatorluq eləyirsə, dekadentliyə uyursa, müəyyən abstraksionizmə uyursa ki, bugünkü rejissura budur, yox. Rejissuranın ən böyük işi odur ki, böyük aktyorlarla işləyib, böyük tamaşalar var. Aktyor səhnəyə çıxır. Tamaşaçı gələndə rejissora baxmır. Stanislavski deyib ki, rejissor aktyorun oyununda ölməlidir. O rejissor ki, özünü göstərir, çox təəssüf. O tamaşa bəyənilir. Müəllim, mən sizə bir söz deyim. Sizə həsr olunmuş verilişdə belə ürəkdən, içdən özünüz haqqında danışmırdınız. Necə Amalə xanım haqqında yanığı ilə danışırsınız. Çünki Amalə xanım mənim tamaşalarımın uzun ömürlü olmasında, mənə şöhrət və hörmət gətirməkdə Amalə xanım mənim sənətimdə böyük bir rol oynayıb. Ona görə mən onun şəxsiyyətinin qarşısında və bugün onun yaratdığı bələdiyyə teatrına baş əyirəm. Həm də görsənir ki, sizin böyük sevginiz var bu aktrisaya. Bütün söylədiklərinizin üstünə onu da gələk ki, rejissor və aktyor sevməlidir bir-birini. Çox istəməlidirlər ki, alınsın. Əgər mən bir rejissoramsa, utandım. mən onun sən həmişə mənim nargiləsini sevdim. Bəli, Və bəli. onun nargiləsini sevdim və sonra böyük Amalyanın böyük sənətini sevdim. Var olun. Çox sağ olun. Davam edəyək və madam ki, quzundan danışdınız, Aynur Muxtarovanı gəlin alqışlayaq ayrıca. Dediyiniz o keyfiyyətlərin də əslində kökündə tərbiyə dayanır. Amalə xanımın, Yusif müəllimin o uşaqlara verdiyi tərbiyə, o dünya görüşü filan ki deyirsiniz, o hamısı ocaqdan, ailədən gəlir. İki xalq tərbiyəsini görən əlbəttə bu teatra böyük rəhbərlik eləyir və eləyəcək. Doğru. Məryəm xanım, sizlə gəlin davam edəyək. Bir məsələ də var da, Amalə xanım bayaq Rasim müəllim nə gözəl dedi, onun gəlişi bir hadisə idi. Və bu hadisənin içində həm də gözəllik var idi. Amalə xanım gözəlliyin bir simvolu idi və çox insan teatra məhz onu canlı görmək üçün gəlirdilər. Bu da bir reallıqdır. Və onun da fonunda üstünə gəlsək istedadı, yaratdığı o monumental, o çətin, o əzəmətli obrazlar onu teatr tarixinə saldı və tarixdən də sizdən gözəl heç kəs bizə bəhs edə bilməz. Buyurun. Amalə xanım, mən icazə verim, mən də sənə həmişə mənimlə səndən başlayım. 19 yaşında gənc qız, tələbə, 2-ci kursa təhsil alırdı. Bizim böyük rejissorumuz Ədil İskəndərovun kursunda oxuyurdu o. Və sonra da Tofiq Kazımov onu teatra dəvət elədi. Yəni iki müxtəlif tipli rejissor, yəni yaradıcılıqlarının istiqaməti baxımından və siz bayaq dediniz, alqış səhnəyə istedad gəlir. O vaxtı o rubrikanı, bəli, mən də Amalə xanımla bağlı görmüşdüm və həqiqətən də elə alqış, böyük istedad gəldi səhnəyə. 1964-cü il idi. Lirik psixoloji dramı idi. Amalə xanım burada, gənc Amalə deyək də, bakirə bir qız idi. Nargilə obrazını yaradanda və əgər o mövzu, yəni 20 yaşlı bir qızın atası yaşında bir kişiyə sevgi bəyan eləməsi, bu bizim milli mentalitetimizdə də əxlaq müstəvisində
Yəni qəbul olunmayan bir Adətə dönüb. qəbul olunmayan bir yəni haldır. Amma bizim ustad dramaturqumuz İlyas Əfəndiyev və bizim böyük rejissorumuz Tofiq Kazımov bu əsərin çox dərin qatlarına getdilər. 19 yaşında gənc bir qız, tələbə, dramaturq və rejissorla həmfikir mövqeyində səhnəyə çıxdı. Yəni o nargiləyə öz əlavələrini elədi. Mən indi biraz başqa rakursdan baxıram o əsərə və Amalə xanımın nargiləsinə. Burada Amalə xanım nargilə yalana qarşı çıxdı. Nargilənin ailəsi yalan içində boğulan bir ailə idi və ata məhəbbətindən məhrum olmuş bir gənc qız öz məhrəm sevgilərini Həsənzadəyə yönəltdi. Bu da bir ləyaqətli bir türk kişisi düzgün başa düşdü ki, bu hansı məhəbbətdir. Bunun o çalarlarını duydu və burada Amalə xanım onun o sonraki dövrdə formalaşma prosesi var ha. O nargilə ilə başladı. Nargilə cəmiyyətə etirazını bildirdi, yalanla dolu cəmiyyətə və baxın bu etirazı ancaq gənclik eləyə bilir, gənclər eləyə bilir və bu minvalla da onun bir şəxsiyyət kimi formalaşması baş verdi. Məlum oldu ki, elə bu keyfiyyətlər Amalə xanımın özündə də var. Yəni o da protest eləyə bilir, doğru olmayan, həqiqət olmayan, dürüstlük olmayan yerdə və sonra o yenə Tofiq müəllimin hazırladığı Hamlet tamaşasında gözəl bir Ofeliya obrazını yaratdı və onun o ağlını itirdiyi səhnə var. O son dərəcə belə bir şedevr bir səhnə idi. Amalə xanım bunu necə ifa eləyirdi və tamaşadan sonra premyera günü tamaşadan sonra təcili yardım gəldi və bizim gözəl Aynur xanım dünyaya gəldi bir saatdan sonra və indi maraqlı olanı nədir? 2 gündən sonra Amalə xanım yenidən gəldi, Ofeliyanı oynadı. 2 gün keçdi. Yəni qızdırması olurdu 40 dərəcə, o gəlib oynayırdı. Xəstə olurdu, gəlib oynayırdı. İndi burada deyilənlərə qoşuluram. O tükənməz bir enerji daşıyıcısı idi. Və sonra Natavanı yaratdı və burada danışıldı o barədə. Yəni o bu obrazlardan güc aldı və öz gücünü də qatdı bu obrazlara. Nəticədə özü şəxsiyyət kimi formalaşdı və o gələndə yaşlı aktrisalar cavan qız rollarını oynayırdılar. Yəni estetik cəhətdən bir pozuntu idi də, bu tamaşaçı qəbul eləmək istəmirdi. Və Amalə xanım gəldi, səhnəyə çıxdı. O tamaşaçılardan biri kimi çıxdı. Tamaşaçı öz taytuşunu gördü orada. Yəni onun kimi danışan, onun kimi davranan, onun kimi düşünən, saf, sadə və o dövrdə elə bilin ki, o romantik aktrisa yeri boş qalmışdı bizim teatrımızda. Amalə xanım ildırım sürəti ilə o yeri tutdu, o onun yeri idi. Amma vaxt keçdi, Amalə xanım püxtələşdi. Özü də mən bunu xüsusi demək istəyirəm ki, onun bütün işlərində, yaratdığı obrazlarda vətəndaşlıq mövqeyi son dərəcə güclü idi. O vətəndaş idi birinci növbədə. O nə qədər bağlı idi öz vətəninə, torpağına. Amalə xanımı başladı hamı lirik psixoloji deməli janrda hazırlanmış tamaşaların qəhrəmanı kimi yalnız belə qəbul eləməyə. Çünki Məraim də dedi, siz də Rasim müəllim dediniz, Anar müəllim də. Amalə xanım bu janrda çox böyük uğur qazandı. Amma bu az idi Amalə xanım üçün. Onun elə bilin ki, yaradıcılığında dönüş nöqtəsi oldu. Tofiq müəllim Nuş üçün Nazirin xanımı tamaşasını hazırladı və orada bir Anika obrazı var. Anika, hə. Bu
Amalia xanımı məsələn əlində proqram olmayan o bilməyəcəkdi ki, bu Amalia xanımdır. O qədər Amalia xanımda başqalaşma prosesi getmişdi və gözəl bir komediya idi. Məlum oldu ki, Amalia xanım həm də güclü komediya ustasıdır. Və sonra bizim mütəfəkkir rejissorumuz Vaqif İbrahimoğlu Qanlı Nigarı hazırladı, türk əsəri və Nigarı Amalia xanım yaratdı. Bu da bir komediya idi və gözəl bir obraz yaratdı. Yəni Amalia xanımın istedadının çox qatlı və çox tərəfli olduğu artıq göz qabağında idi. Yəni onu yalnız bir janr daxilinə sığışdırmaq qeyri-mümkün idi. Teatr onun həyat tərzi idi. O aktrisa olmaq üçün gəlmişdi dünyaya və yorulmaq, usanmaq bilmirdi. 28 il o bizim Akademik Milli Dram Teatrının tarixində özü tərəfindən açılmış o Sən həmişə mənimləsən tamaşası ilə, onun nargiləsi ilə. Çünki bizim milli aktyor sənətimizdə yeni mərhələnin başlanğıcı oldu. O həm indi Anar müəllim çox dəqiq dedi, həm İlyas Əfəndiyevin yaradıcılığında, həm Tofiq müəllimin, o həm də Amalia xanımın çox böyük xidməti oldu ki, bizim milli aktyor sənətinin elə bilin ki, başqa bir mərhələyə daxil olması ilə daxil oldu bizim teatr tariximizə. Çox sağ olun. Dəstək xanım, Amalia xanım təbii ki, Azərbaycan səhnəsində ölməz izlər qoyub, öz obrazı ilə, öz danışıq tərzi ilə, səs tembri ilə, insanlarla ünsiyyət qurmaq bacarığı ilə. Siz uzun illər bir teatrda işləmişsiniz, hətta tərəf müqabilində olmuşsunuz. Buyurun, sizin xatirələrinizi dinləyək. Təbii ki, bizim Amalia xanımla nəsil fərqimiz var idi. O, demək, teatra 60-cı illərdə gələn nəsil sayılırdı. Biz 80-ci illərdə gələn nəsil sayılırdıq. Yəni, mən onun tamaşalarını məktəbdə oxuyarkən bizi aparırdılar Akademik Milli Dram Teatrına. Görmüşdüm və bütün tamaşalarına demək olar ki, Mahnı dağlarda qaldı, unuda bilmirəm. Sən həmişə mənimləsən tamaşalarına baxırdım. Əlbəttə, heyran olmamaq mümkün deyildi. Mən onu həyatda üzbəsurət artıq 1978-ci ildə mən 3-cü kursda Tofiq Kazımov məni teatra dəvət eləyəndə Quşu Uçan Bu Dağlar tamaşasının məşqi gedirdi. Səhnədə Sənağa Turabov var idi, mən var idim və məşq zalında Tofiq Kazımov məşq aparırdı. Bir də gördük ki, zalda arxa qapı açıldı, iki gözəl xanım daxil oldu. Bunlardan biri bizim gözəllər, gözəl aktrisamız Nəcibə Məlikova idi. Digəri heç ondan geri qalmayan gözəllikdə Amalia xanım. Həsən ağa Turabov qalxdı. Onlar keçdilər Tofiq Kazımovun otağına və elə bil ki, Amalia xanım o vaxt kinostudiyanın aktrisası idi. Bir müddət teatrımızdan ayrılmışdı və yenidən ikinci qayıdışı oldu Amalia xanımın. Və gəldi, öz köhnə repertuarına da girdi və yeni demək tamaşalarda da iştirak eləməyə başladı. O gələndə teatrda çoxları dedilər ki, hə, Amalia xanım gəldi, bütün rolları alacaq, heç kimə imkan verməyəcək rol almağa. Amma mən bunun canlı şahidiyəm ki, yəni mən də instruktarandan sonra təyinatla gəldim və Amalia xanım heç kimin rolunu əlindən almırdı. Amalia xanımla mən İlyas Əfəndiyevin Billur Sarayda tamaşasında, sonra Şeyx Xiyabani tamaşasında, ikinci quruluşda demək bərpa tamaşası vardı, Mahnı dağlarda qaldı. Düzdür, o quruluş çox da getmədi, orada Amalia xanım öz rolunu oynayırdı. Mən Gülgəzi cəmi bir dəfə oynadım. Ondan sonra da çox tamaşalarımız oldu. Bayaq Məryəm xanım qeyd elədi, Sadıq Şəndilin Qanlı Nigar tamaşasında mən Amalia xanımın qızını oynayırdım. O Qanlı Nigarı oynayırdı, mən Bədidən oynayırdım. Yəni Amalia xanımla biz çox qastrollarda olmuşuq. Elə adını çəkdiyim bizim görkəmli dramaturqumuz İlyas Əfəndiyevin Billur Sarayda tamaşası
o tamaşa da 300-dən artıq anşlaq verdi. Və biz həmin tamaşa ilə demək olar ki, Respublikamızın bütün bölgələrində olduq. Amalə xanım bir örnək aktrisa idi. Çox böyük aktrisa idi, şəksiz. Yəni Amalə xanım səhnədə olanda ondan gözü çəkmək mümkün değildi. Çünki Amalə xanım həm demək istedadlı idi, həm işgüzar idi, həm də səhnədə olduqca gözəl idi. Çox sağ olun Bəstə xanım. Biz davam edəcəyik. Təşəkkür edirik sizə. Həmidə xanım bizimlə birlikdədir. Həmidə xanım, çox istərdik sizi də eşidək. Birincisi, biz heç bilmədik ki, Amalə xanım xəstə olub. Onun ölümü bizim çoxumuz üçün müəmma oldu. Mənim kurs yoldaşım Fərqanə Quliyeva. Allah rəhmət eləsin. Gözlə məni filmində Kamil Rüstəmbəyevin Mahnı Dağlarda piyesi əsasına çəkilmiş ekranlaşdırmada Gülgəzi oynayırdı. Amalə Şahnaz xanım obrazını yaratmışdı səhnədə, kinoda isə Fəxrəndəni oynayırdı. Fərqanə gəlib danışırdı ki, mənə bir sillə vurdu ki, ömrü boyu yadımdan çıxmaz. Deyir, qorxdum ondan. Ay Həmidə, elə inandım ki, oradan mən qulluqçuyam. O da xanımdır. Bir ilişdirdi mənə, bax, indiyəcən yanır, deyirəm, aktrisadır da. Hə, amma baxın, ölüm mövzusu getdi. Fərqanə də öləndə heç kim bilmədi ki, 2 il o xəstə olub, eyni xəstəlikdən dünyalarını dəyişiblər. Hər ikisi mənəvi cəhətdən çox güclüydülər. Amalə xanımda olan güc, yəni o mənəvi güc ki, yəni heç kim bilmədi. Zülfiyə Qurbanova mənə serialda çəkilirdi Ata Ocağında. Dedi, gastrola gedəcəyik Türkiyəyə. Amma gəlib çəkilişə. Deyirəm ki, Zülfiyə getmədiniz. Heç kim, sizin teatrın heç bir aktyoru, heç bir aktrisası bizə demirdi ki, Amalə xanım xəstədir. Çünki bu Amalə xanımın övladlarıdır. Bu truppa kimi möhtəşəm bir ailə mən görməmişəm. Bu yaxınlarda sizin tamaşaya getdim, baxdım. Özbəklər, ötən günlər. Böyük aktyor potensialı. Kim yaradıb? Amalə xanım. Yəni hansı aktrisa, bəsdir, etiraf elək. Deyə bilər ki, mən özümdən sonra bir məktəb qoydum, bir teatr qoydum. Amalə xanım. Yəni buna nə qədər mənəvi güc, fiziki güc, vaxt lazımdır. Tahirə ilə biz film çəkirdik, verilişimiz vardı, vaxt var idi verilişi. Getmişdik onların bağına, Mərdəkana. Yusif rəhmətlik samavar çayı qoydu. Amalə xanım 5 dəqiqədə süfrəni açdı. İlə nəvəsi qaçırdı, nənə, mənlə də oyna. Ay balam deyən qonaqlarım var. O ailədə o səmimiyyəti gördüm, o münasibəti gördüm. Və bir gün Amalə xanım mənə zəng edir ki, Həmidə, qızları da yığ, gəl yanıma. Dedim, nə olub? Mən aktyorlar gildiyasının sədri kimi qızları da yığ. Yusif Muxtarov dünyasını dəyişib. Deməli, oturtdu bizi. Danışır, belə dedir, ölüm olar. Təsəvvür elə Salihdir. Mənə deyir ki, səhər saat 6 durub ki, çığırtma istəyirəm. Mən də özümü çevirdim, gedirəm qaza tərəf yandırdım. Bir də görəm arxamda xırıltı. Deyirəm, ay özə deyinirəm. Ay Yusuf, bu vaxt səhər saat 6-da da yumurta çıxırtma yeyərlər, nə bilim, nə. Döndüm, görəm xırıldayır. Hər cümə axşamı çağırırdı bizi, kinoaktyor gildiyasının qızları, aktrisaları. Hər cümə axşamı bunu mənə danışırdı. Eyni ilə. Sonra bir söz dedi. Sonra bir sən nə dedi? Çox ağır keçirdi. Sonra dedi ki, onun ürəyi xəstə idi, Yusifin. Pul ayırmışdım ki, onun ürəyini əməliyyat eləyim. Son anda elə bir qorxdu. Olmuşdu, bir dəfə olmuşdu. Bir dəfə olmuşdu. Sonra amma dedi, yenə lazım idi. İndi deyir, istəmirəm o pulu. Onun hüzuruna xərcləyirəm. Hər palatkan qururdu, hər cümə axşamı ki, gəlin yanıma. Baxın, onun aktyorları, bu teatrın aktyorları, onun zəhmətinə qiymət verirlər. Yəni, o belə bir teatr yarada bildi. Böyük bir kollektiv yarada bildi. Allah ona qəni rəhmət eləsin, ruhu bizi iləndir. Bir epizodda danışın. Rasim da həm
filmdə iştirak eləməli idi. Bir gün bizə xəbər verdilər ki, Hindistanla müştərək film çəkiləcək və baş rolda Rasim Balayev olmalı idi. Bir də ki, Amalə xanım. Sonra elə oldu ki, bunlar Bollywooddan rejissor çağırdılar. Bu rejissoru da dedi ki, kasting keçirməliyəm və Amalə xanım üçün xüsusi bir rol orada ayırdılar. Və baş qadın Rasimin elə bir gənclik sevgilisi roluna aktrisalar çağırdılar. Mən də o cümlədən getdim. Mən o rola təsdiq olundum. Yəni başqa aktrisa neyniyərdi? Yəni mən çox görmüşəm də sınaq çəkilişləri olub, kimsə keçməyib, ömürlük adamla düşmən olub. Amalə xanım da əsla bayaq bəstə dediyi o sözlər yadıma düşdü ki, heç kimin rolunu əlindən almırdı. Heç. O öz rolunu oynayırdı. Yəni ondan sonra biz Dubaya da getdik, Hindistan müştərək filmi onsuz da çəkilmədi. Yəni qismət deyilmiş. Bir dəfə Rasim Balayevlə filmə çəkilmişəm İranda və salam. Ondan sonra yəni demək istəyirəm ki, Allah onu qəni-qəni rəhmət eləsin. Amin. Ən gözəl insani keyfiyyətlərə malik aktrisa. Çox sağ olun. Çox sağ olun Zəminə xanım. Cəmil müəllim, Amalə xanım təpədən dırnağa qədər teatr aktrisası idi. Amma buna baxmayaraq kinoda da gözəl obrazlar yaradıb və onun kinoda yaratdığı qadın obrazları kinematografiyamızın nailiyyətlərindən sayıla bilər. Buyurun kino sahəsindəki. Teşekkür ederim, minnettarım. Amalə xanımın kinematografda ilk dəfə çıxışı bu bağlıdır 1963-cü illə. Və həmin il o Əhməd Haradadır filmində kiçik bir epizodda çıxış elədi və o film bizim çox görkəmli rejissorumuz həm teatr, həm kinoda böyük zəhməti olan Adil İskəndərovun filmi idi. O öz tələbələrini dəvət eləmişdi. Orada Erxan Qasımov başrolda idi, onun tələbəsi idi. Orada Xamiz Muradov çəkilmişdi kiçik epizodda, Əbdül Mahmudov və Amalə xan. Bir ildən sonra Həsən Seyid Beyli onu kiçik bir epizodda çəkir, Cazibə Qüvvəsi filmində. O balaca bir novella idi. 3 novelladan ibarət olan filmin tərkib hissəsində. Sonra isə yenə də Həsən Seyid Beyli onu 1966-cı ildə çəkir Sən Niyə Susursan filmində. Orada da yenə kiçik bir epizodda. Və çox maraqlı bir fakt var. 1968-ci ildə bizim çox görkəmli rejissorumuz Arif Babayev çox məşhur bir film çəkir, Uşaqlığın Son Gecəsi filmi. Və orada Eliya obrazı vardı. Və Arif Babayev ümumiyyətlə həmişə filmlərə çalışırdı, yeni aktyorlar gətirsin. Və Uşaqlığın Son Gecəsi filmində də çox yeni orada aktyorlar iştirak edirdilər. Və həmin o Eliya rolunu istəyirdi Amalə xanıma versin. Və mənim yadıma gəlir, bizim çox hörmətli dostumuz, mərhum Fikrət Əliyev, o filmin ikinci rejissoru, o xatırlayırdı ki, o zaman Amalə xanımı teatrdan icazə vermədilər ki, gəlsin, çəkilsin. Çünki o teatrda çox məşğul idi həmin dövrdə. Və Arif müəllim çox böyük sarsıntı keçirdi. Və sonra məcbur oldular Gürcüstandan dəvət eləsinlər. Aktrisa Megi Kejaradzəni və o çəkildi. Və nəhayət 1972-ci ildə Şamil Mahmudbeyev Həyat Bizi Sınayır filmini çəkir. Və onun da xatirələri var bundan bağlı. O deyir, rol o qədər də böyük deyirdi. Amma mən sınaq çəkilişlərində gördüm ki, Amalə xanım çox istedadlı, çox təsirli bir aktrisadır. Və bir neçə epizod da ora bizi əlavə elədi. Və o filmdə o münəvvər surətini yaradır. Çox maraqlı bir surətdir. Və özünə məxsus dəstxətli ilə yadda qalan bir obraz yaradır Amalə xanım o filmdə. Amalə xanım bir müddət Azərbaycan Film Kino Studiyasının aktrisası oldu. Və həmin dövrdə o çox səmərəli filmlərə çəkildi. Artıq o azad idi, teatrda işləmirdi. Və həmin dövrə təsadüf eləyir, eyni zamanda Babək filmində də onun yaratdığı Zərnisə obrazı. Və bu film ekranlara çıxandan sonra həm Rasim müəllim haqqında, həm Amalə xanım haqqında Sovet kino mətbuatında çox böyük, maraqlı resenziyalar çıxmışdı.
və həm Sovet ekranı jurnalında, həm Kino Yenilikləri jurnalı vardı. Sputnik Kinozritsili. Yəni çox yüksək kinoşünaslar qiymət verirlər. Həm Rasim müəllimin, həm Amalia xanımın o ifa tərzinə. Və orada da Amalia xanım lirik, psixoloji bir obraz yaratmışdı. Hal-hazırda məsələ orasındadır ki, Anar müəllim və Rasim müəllim bizim verilişimizi tərk eləməlidirlər. Biz yekun sözlərinizi, fikirlərinizi eşidək və sizinlə sağollaşaq, sizə təşəkkür edək. Rasim müəllim, buyurun. Amalia xanım bu gəlib bu dünyadan gedib, amma onun izi qalıb, onun işləri qalıb, onun belə deyək, nəzərində tutduğu ideyaları bu günləri bələdiyyə teatrı davam elətdirir. Onun tamaşaları var, televiziya tamaşaları var, filmləri var və bu filmlər nə qədər var, o yaşayacaq. Tamaşaçıları elə o dünyada ola da sevindirəcək. Allah ona rəhmət eləsin. Çox sağ olun. Rasim müəllim. Amalia xanımın 2 evladı var. 3-cü evladı isə bələdiyyə teatrıdır. Üçünə də mən uzun ömür arzulayıram. Çox sağ olun. Çox sağ olun, gəldiniz, iştirak elədiniz. Alqışlarla gəlin yola salaq sənətkarlarımızı. Təşəkkür edək onlara. Çox sağ olun, var olun. Əziz tamaşaçılar, söhbətimizin bu yerində biz Amalia xanımın tamaşalarda oxuduğu gözəl mahnıları da Məryəm xanım xatırlamaq istəyirik. Və unuda bilmirəm tamaşasında onun dillər əzbəri olan gözəl bir mahnısı yaddaşımızda. Bəli. Həmin mahnını bugün bizim üçün Aşıq Samirə ifa eləyəcək. Çox özünə məxsus, gözəl bir şəkildə yanaşıb bu mahnıya. Gəlin dəvət eləyək və dinləyək bu gözəl mahnını. Sənə bağlayan eşqin məhəbbətindir. Yollarında saxlayan sənin sədaqətindir. Tutsun ərzi duman çən, qar olsun dözərəməm. Ürəyimi isidən sənin hərarətin. İstəmirəm gül çiçək, ömrüm yolu daş kəsək. İstəmirəm gül çiçək, ömrüm yolu daş kəsək. Hər bəlaya dözəcək, sənin dəyanətindir. Hər bəlaya dözəcək, sənin dəyanətindir. Nədir vəfa, etibar söz desən artıq olar. Mənim sənə bu sevgim, bu eşqim sənin əmanətindir. Tutsun ərzi duman çən, qar olsun dözərəm mən. Ürəyimi isidən sənin hərarətindir. İstəmirəm gül çiçək,
belaya dözecek, dözecek. Senin deyanetindir. Her belaya dözecek, dözecek. Senin sadaketindir. Her belaya dözecek, dözecek. Senin deyanetindir. Her belaya dözecek, dözecek. Senin deyanetindir. Benim muhabbetimdir. Açıq Samirə. Çok sağ olun. Ne Teşekkür güzel. ediyoruz. Samirə xanım, teşekkür edirik sizə. Allah, çok sağ olun. Çok sağ olun. Bəstə Bəli. xanım, mən istəyirəm bir məqamı sizdən soruşum. Sizin teatra gəldiyiniz dövr, siz də bilirsiniz, biz indi Amalə xanımın o fədakarlığından, bir aktrisaya lazım olan keyfiyyətlərindən danışırıq. Onlar hamısı əslində sizdə də var. Siz də sənətinizə yanğı ilə yanaşan bir aktrisasınız. İlk gündən bugünə qədər yenə də böyük rollar oynayan aktrisasınız. Və Nişanlı Qız tamaşasını istəyirəm xatırlayaq. Siz orada bənövşə rolu, əsas rol sizin üzərinizdəydi. Amma Amalə xanımın da orada çox maraqlı bir Zərifə adlı obrazı var idi ki, hamı sevə-sevə baxırdı. Bəli. Bir yada salaq o dönəmi. Yada sala. O dönemdə demək teatrımızda 3 tamaşa paralel hazırlanmalı idi və Məlik Dadaşov mənə yaxınlaşıb dedi ki, mən Bənövşə rolunu istəyirəm səninlə işləyimdə, bu Nişanlı Qız rolunu. Və sonra günlərin bir günündə mən tamaşadaydım, Məlik müəllim gəldi, dedi ki, belə bir fikir var bəsdir, bax, qoy Bənövşəni oynasın Amalə, sən keç Zərifəni oyna. Mən də dedim, niyə? Dedi, mən səni görmüşəm də yuxarıda. Dedim, Məlik müəllim, mən yuxarıda kiçik səhnədə Məraim müəllimin bir tamaşası var idi. Cahan Əfruzun bir tamaşası vardı. Mən orada Gülə rolunu elə bu Zərifiyə oxşar İlham Pərisi bəli, oynamışdım. Dedim, yox, mənə maraqlı deyil. Mən o tipli rol oynamışam. Sonra Amalə xanımla onlar qonşu idilər o vaxt. Dom Sovetin dalında yaşayırdılar. Amalə xanımı çağırıb, deyib ki, o bəsti Bənövşə qalsın. Sən Zərifəni oyna. Amalə xanım da şərt kəsib oynan ki, o tamaşaya 3 mahnı mənə yazdır ginən. Mən gəlim oynayayım. Və Amalə xanım çox fədakar aktrisa idi. Hətta mən deyərdim ki, bizim ikinci premyeramızda o evdə bayaq dedilər ki, özü piştişi özü eləyirdi. Ayağını yandırmışdı. Neysə qazanı götürəndə su tökülmüşdü. Çəkilişdə də elə qalıb, elə də qalıb. Ayağı sarıqlı gəldi, oynadı. Elə düşdü ki, həmin gün demək çəkiliş də apardılar. Və mən bir söz də demək istərdim ki, bəli, doğrudur, Bələdiyyə teatra açıldı. Amma mən indiyə qədər Amalə xanımı elə bil ki, Akademik Milli Dram Teatrının ayrılmaz bir aktrisası hesab eləyirəm indiyə qədər. Çünki Amalə xanımın ən gözəl dövrü, ən böyük rolları oynadığı... 28 il. Bəli, 28 il o öz çiyinlərində bütün repertuarın yükünü apardı. Mən bayaq dedim, doğrudan da onun tamaşalarına gəlib baxanda, istər bayaq söhbəti açıldı, Anarın demək, Təxminə Zaur. Orada lentlər gedirdi, Amalə xanımın belə yadındadır, slaytlar gedirdi. Ona baxıb ağlamamaq mümkün değildi. Bu aktrisa səhnədə olanda ondan gözünü çəkmək, başqa bir yerə baxmaq mümkün değildi. Elə Amalə xanım səhnəni dolduran bir aktrisa idi. Və bir demək, xatirəni yada salmaq istərdim. Həsən Ağa Turabov həmişə deyirdi ki, deyirlər ki, Amalə həmişə tamaşalarda tez-tez paltar dəyişir, tez-tez paltar dəyişir. Həsən Ağa Turabov bunu mənə demişdi ki, o ona görə deyil ki, o model kimi özünü göstərmək istəyir. Amalə xanım böyük rollar oynayır. Bir səhnəni oynayırsan, göz yorulur axı. O tamaşaçılar üçün həmin paltarları dəyişirdi ki, tamaşaçı həm estetik zövq alsın, həm də ki, tamaşanı baxımlı eləsin. Mən onu demək istəyirəm ki, həqiqi mənada
Amalia xanım teatr gedəndən sonra İlyas müəllim bir çox əsərlər yazırdı və Amalia gedəndən sonra bu bir həqiqətdir ki, mən Amalia olmayanda Bəsti xanımla işləmişəm. Bu bir həqiqətdir. İşləmişəm və bütün qadın obrazlarımı Bəsti xanım oynayıb və onu deyim ki, hətta mən dramada bir əsər qoydum, Ordubadının Qətibə inancı da verdim Bəsti xanıma. Ona görə ki, həqiqi mənada Amaliadan Bəsti xanım çox şey öyrənib. O paltarlar məsələsini dedi ya, düzdür. Amalia xanım yalan tamaşasında 11 paltar dəyişirdi. Onu böləndə 2 dəqiqə, 3 dəqiqə, 2 dəqiqədən artıq vaxt yoxdur. Bax, həmin şeyləri maşallah, büyünləri Bəsti xanımda. Gözəl çətin kostyumları çox az müddətə giyidib və səhnəyə çıxır. Mən bir də söz demək istəyim. Amalia xanımın demək özünə teatr açan vaxtlarını 90-cı il idi. 92-də açdı. Yox, 90-cı il idi. 90-cı il idi. İlyas Əfəndiyevin Tənha İdi Ağacı tamaşası qoyulmalı idi. Bizi Amalia xanımla ilk dəfə idi ki, dublör vermişdilər. Mən Amalia xanımın dublörü idim. Və məşqlərdə gəlirdik, otururduq. Amalia xanım deyirdi ki, sən oxu, sən oxu, sən oxu. Mənə oxutdururdu. Və sonra günlərin bir günündə gördüm ki, Amalia xanım gəlmədi. Və Həsən Ağa Turabovun dövrü idi. O mənə dedi ki, sən bilirsən o ərizə yazanda nə yazmışdı? Yazmışdı ki, mən ikinci ifaçını tamaşaya daha uyğun bildiyim üçün roldan imtina edirəm. Bu onun böyüklüyünə bax. Onun haqqında deyirdilər ki, o hamının rollarına heç kimə imkan verir. Yox, sonuçta aktrisaya rolü rejissor verir. Elə deyil. Düzdür. O quruluşda mənim yadıma gəlməm, postanovka quruluşum idi. Bəsti xanım gəldi, mənə dedi ki, mən bilirsən nə yazıb? Dedim, o elə yazmışdı. Çünki o elə insan. O böyük. Çox da gözəl. Ümumilikdə götürəndə teatr və kino sahəsində 500-dən artıq rol yaradıb və sənət əslində uydurulmur. Bu hiss edilərək, yaşanaraq bu ortaya çıxır. Məryəm xanım, Amalia xanımın təbii ki, sənəti göz qabağındadır. Eyni zamanda onun pedaqoji fəaliyyəti də vardı, deyil mi? Sizlə bərabər Mədəniyyət İncəsənət Universitetində çalışıb. Bizim universitetin professoruydu. Sonra o elmi iş yazdı. Çox yüksək səviyyəli elmi iş yazdı. Deməli, sənətşünaslıq elmləri doktoru aldı. Amalia xanım çox oxuyurdu, çox mütaliəsi var idi və o mövzunun içində üzürdü Amalia xanım. Deməli, aktyorun ikinci plan və onun ifadə vasitələri. Çox güclü bir dissertasiya ortalığa çıxmışdı. Sonra mən bir faktı deyim. Çaryov görkəmli Rus aktyoru, SSR xalq artisti. Səhv eləmirəmsə, o vaxtlar o SSR teatr cəmiyyətinin sədri idi. Teatr xadimləri. Bəli, o həm Moskva qastrollarında Amalia xanımı görmüşdü, həm də o vaxtı gəlirdilər də, baxırdılar bizim Akademik Milli Dram Teatrının tamaşalarına və onun mən yenə də mətbuatda oxuduğum dəqiq fikrini burada ifadə edirəm. O yazır ki, belə bir aktrisa əgər Rus səhnəsində olsaydı, bizim olsaydı, yəni o Rus teatrını nəzərdə tutur, mən onu bütün dünyada tanıdardım. Bax, onun belə bir fikri var. Sonra bir faktı da deyim. Velixovanın yadıma gəlir, mənim yadımdadır, çox gözəl bir deməli resenziya, onun eyni zamanda portreti və bir faktı da yəqin Məraim onu bilməmiş olmaz. Amalia xanımı Moskvaya teatrda işləməyə dəvət eləmişdilər. Bilirsiniz də, o təmiz Rus dilli idi. Sonra amma görün Azərbaycan dilində həmin o ərəfə idi ki, ona dəvətlər gəldi ki, qalsın orada Moskvada, Rus teatrında işləsin. Təbii ki, da belə bir vətənpərvər bir qadın o həyatda qala bilməzdi və nə yaxşı ki, bizim ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə oldu. Onun məsləhəti ilə oldu.
bələdiyyə teatrının yaranması. Amalia xanımın öz xatirələrində də bu var və bələdiyyə teatrı yarandı. İndi gördünüz Anar müəllim nə dəqiq bir ifadə işlətdi ki, 3 evladı var. Bəli, bəli. Bir oğlu, bir qızı və bələdiyyə teatrı. Bax bu yaxınlarda mən bələdiyyə teatrının gözəl bir tamaşasına baxdım. Bizim əzizimiz Məray müəllim hazırlamışdı onu və Amalia xanım bizim teatr camiəmizə həm də o sənətini qoydu, sonra öz şəxsiyyətini qoydu. Bir də böyük bir hədiyyə elədi. Yəni bələdiyyə teatrını və gözəl qızı Aynur xanımı. Aynur xanım bizim teatr camiəmizdə elə bir hörmət, ehtiram qazanıb. Onun o teatrında göstərdiyi fəaliyyətdən çıxış eləyərək və mən istəyirəm onu bir nümunə olaraq göstərim bizim teatr camiəmizə. Aynur xanım kimi işlədiyin teatrı sevmək, onun hər bir üzvünü sevmək, onu bir ailə timsalında idarə eləmək və nəticədə də bax o gün baxdığımız tamaşa gördünüzsə, möhtəşəm bir uğur oldu, möhtəşəm bir uğur oldu və nə yaxşı ki, Mərayim, siz də bizim gözəl Aynur xanımın yanındasınız. Amalia xanımın o 3-cü evladı olan bələdiyyə teatrındasınız. Çox sağ olun. Və birini də deyim, o Amalia xanım 60-cı illər nəslinin qadın aktrisalar mən cərgəsindən götürürəm. Çox görkəmli nümayəndəsidir. 60-cılar o ədəbiyyatda var, kinoda var. Amalia xanım da bizim teatrda. O intibah dövrü idi, doğrudan. 60-cı il nəsli böyük. Elə bütün sahələrdə intibah dövrüdür. Və bunu mən xüsusi vurğulamaq istəyirəm. Təpədən dırnağa bu aktrisa milli bir aktrisa idi. Bizim milli teatrımızın bütün o ənənəsini bilən, tarixini bilən və öz dövründə o ənənənin ən mütərəqqi keyfiyyətlərini yaşadan, bizim aktyor sənətimizi pafosdan, patetikadan xilas eləyib bizdən birinə çevrilən səhnədə. Milli sözünü çox gözəl işlətdiniz və çox qəşəng danışdınız. Aktrisa. Biz indi Cəmil müəllimlə davam eləyəcəyik. Kinoda o gətirdiyi milli çalarlar. Amma bir qonağımız var. Dəvət eləyək Cəmil müəllim. Sonra sizlə söhbətimizi davam eləyək. Respublikanın xalq artisti Gülyanaq Məmmədovanı. Gəlin alqışlarla çağıraq. Gəlin, əyləşin. Xoş gördük sizi. Verilişin sonuna yaxın biz deyəcəyik niyə Gülyanaq xanım bizlə bir yerdədir. Təbii ki, bunun da bir sürpriz çıxışı olacaq. Hələlik Cəmil müəllimlə Davam eləyək. Buyurun. Cəmil müəllim, Amalia xanım müxtəlif amplualı rollarla ekranda göründü. Amma hamısında bir millilik var idi da, düzdür? Siz tamamilə düzgün qeyd edirsiniz ki, Amalia xanımın yaradıcılığı çox rəngarəngdir. Rəngarəngliyə yanaşı onun aktyor ampluası da çox şaxəlidir. Gəlin nəzər salaq onun kinodakı yaratdığı surətlərə. Nə gözəl olur. Babəkdə Zərnisə. Tamamilə fərqli bir obraz Arif Babayevin filmində arxadan vurulan zərbədə Ziba. Və hətta onun improvizasiya etdiyi o senaride o tekst yoxdur. Maşını gətirirlər, milis maşınını ki onu mindirməyə. O filmdə bir çox səhnələr, yəni bir çox o epizodlar, tekstlər Amalia xanımın improvizasiyası nəticəsində meydana gəlir. Axı nə istəyirsən məndən? Nə qısa-qız olub yapışmısa yaxamdan? Mayor Kərimbəyli sənlə danışmaq istəyir, keç əyləş. Başıma xeyrax onun məndən nə işi var? Bilmirəm. Keç. Allah səni bir abr eləsin. Bu nə maşını gətirmişsən? Başqa maşın tapılmadı mənə? Keç, keç. Yaxud Tofiq İsmayılovun Mən mahnı bəstələyirəm filmində Sonanın anası və Amalia xanım bir gün, bir dəqiqə kənddə yaşamayıb. O şəhər mühitində böyümüş insandır. Amma o necə o kənd qadınının, anasının obrazını yaradır. Kiçik bir obrazı və Həsən Ağa Turabovla çox maraqlı orada tərəf müqavilidirlər. Və musiqili bir filmdir. Nəsibə xanım da onun qaynanasını orada
o rolu ifa edir. Sonra mən bir məqamı da burada qeyd eləmək istəyirəm. Çox vacib məsələlərdən biridir. Amalia xanımın yaradıcılığında dublaj sənətinin çox böyük əhəmiyyəti var. Rasim müəllim getdi, o da çox mahir dublaj ustasıydı. Bizim əzizimiz Əmidə xanım da mahir dublaj ustasıydı. Və Azərbaycan dublajında Əmidə xanım bilir, 2 parlaq filmlər olub. Bir Hamlet, bir də ki Üfüqlər burada sakitdir. Bu məşhur Rus yazıcısı Boris Vasilyevin əsəri idi. Və bir şey qeyd, ikisinin də rejissoru rəhmətli Arif Həbibi idi. Arif Həbibinin çox maraqlı bir xəsiyyəti vardı. O dublaj elədiyi filmi sonra aparıb həmin filmin rejissorlarına göstərirdi. O Kozintsevə də göstərmişdi Hamlet'e, yüksək qiymət almışdı. Yəni Azərbaycan dilində, Azərbaycan teatrının ən parlaq aktyorları dublaj eləmişlər onu. Və həmin Boris Vasilyevin əsəri də o da demək ki, rejissor Rostotskinindir. Görün nə cür gözəl səslər var orada. Səməndər Rzayev, Afələ Sənani, Əminə xanım Yusif qızı və Amalia xanım Pənahova. Və orada Amalia xanımın çox gözəl bir obraz var. Anna Kaminkova o obrazını o çox gözəl yaradıb orada. O səslər, onun o ifası, o ölüm səhnəsi çox gözəldir orada. Amalia xanımın səsi başqa səsi və danışığı. Son avtomatla qaçır, o Alman zabit də əskərlərini alladır, qaçır sağa sola və nəhayət onu qətlə yetirirlər. Nə qədər dramatik bir obraz yaradır. Baxmayaraq ki, filmin özündə də obraz dramatik, amma onu tamamilə başqa səpkidə yaradır, o səsi ilə. O səsinin çalarları ilə. Ona görə də dublajda ümumiyyətlə Amalia xanımın çox gözəl obrazları var. Onun səs diapazonu çox geniş. Yerli kinematografda Gün Keçdi filmində Bəli, nə qədər mükəmməl bir dublajdır o obrazı. Bəli. Sevdirən o səsdir, o danışıqdır. Onun yəni radyo tamaşaları, verilişlər, radyo verilişlər çoxdur. Televiziya tamaşalarını mən burada qeyd eləmək istəyirəm, rəngarəngdir. Yəni çox şaxəlidir onun yaradıcılığı. Bir mənalı olaraq Həmidə xanım, artıq verilişimizə sonuna doğru gəlirik. Amalia xanım teatr mədəniyyətinə, teatr tarixinə yeni bir səhifə yazan bir aktris oldu, elə deyilmi? Mənə elə gəlir ki, teatr layiqli əllərdədir. Yəni Amalia xanım bilirdi kimə vəsiyyət edirdi öz teatrını. Həqiqətən də böyük bir məktəb qoyub, aktyor kollektivi qoyub, başda Məraim Fərzəlibəyov olmaqla və elə bir gün olmur ki, təzə tamaşaları olanda bu teatrın çox çətin günlər olub. Yəni mən onlarda deməli klubda olanda, o klubda tamaşa göstərirdilər, Ölülər tamaşası. Tamam başqa interpretasiyada, müasir. Mənim çox hoşuma gəldi o tamaşa. Yəni mən Ölüləri görmüşəm klassik formada. Sonra Məraimin tamaşalarına baxmağa başladım. Yəni bu teatra məndə xüsusi bir maraq oyandı. Onlar təsəvvür edin binaları yox idi. Orada indi də məncə yoxdur da. İndi də binalar yoxdur. Amma ən çətin vaxtlarda, 90-cı illərdə, yəni müharibə illərində bunlar tamaşa qururdular, cəbhəyə gedirdilər, cəbhə bölgələrinə gedirdilər. Ona görə də teatrın bir adı da döyüşən teatr. Döyüşən teatr, bəli. Yəni göstərirlər. Bu xanımın, Amalia xanımın enerjisi son dərəcə tükənməz idi və şükürlər olsun ki, o hədər getmədi və o teatr onun enerjisini yaşadır. Gözəl. Bəli, çox sağ olun. Çox təşəkkür ederiz. Bura qədər gəldiniz. Bizimlə və sonda verilişimizin sonunda Gülhanə xanım sizə söz verək və təbii ki, ifanızı sonra eşidəcəyik. Əlbəttə ki, mənim üçün xoşdur ki, bugün gözəl sənətkarımız Amalia xanım haqqında bir-iki kəlmə də olsa söz demək. Çünki onu da, mən də onu həmişə efirlərdə görürdüm. Bu verilişin də gözəlliyi, özəlliyi ondadır ki, nəinki ötən günlərin, ötən illərin, bizim uşaqlıq, gənclik illərimizin sənətkarları ilə yenidən həm bizi xatirələr aparırsınız, həm də bugünkü gənclərimizi, gələcəyimizlə onları yenidən tanış edirsiniz ki, qoy onlar unutmasınlar xalqın sənətkarlarını. Çünki biz o filmlərlə böyüdük, o tamaşalarla böyüdük və onun hər bir obrazı bizim üçün doğma idi, əziz idi. Çünki hər gün evimizin qonağı olar idi. Amalia xanımın özünü isə kinoklub verilişindən 98-ci illərdən yaxından tanımağa başladıq. Bir yerdə çox olduq və onun bir insan kimi, bir xanım kimi səmimiyyətini, dostluğunu oradan hiss elədik. Bizim yaşımız ondan az olmasına baxmayaraq bizə bir sevgi ilə yanaşması bizim qəlbimizdə ona başqa bir sevgi oyatdı. Bayaq bir sənətkar kimi, aktrisa kimi onu sevirdiksə, indi bir dost kimi, səmimi bir insan kimi də sevməyə başladıq. Obrazları unudulmazdı. Böyük
rollarda oynayıb, kiçik rollarda oynayıb, bu rolun böyük kiçik olmaz deyirlər. Amma yetər ki, oynadığı obrazla yadda qalsın. Hətta indiyə qədər bəzi obrazlarından həyatımızda rast gəlirik, misal çəkirik. Birdən taksi çağırırlar mənim üçün. Amalya xanım orada deyir, ada bunun maşında da mənim üçün çağırmısan. Mən də ada buna maşın mənim üçün çağır. İndi onun sözü olmasın, hər bir kiçik obrazından bütün sənətkarlar bizim belə sevimlimiz, əzizimizdir. Biz onlar haqqında danışanda üzümüz, gözümüz gülür. Baxmayaraq, bugün aramızda yoxdular çoxları. Elə Nişanlı Qız tamaşasında Siyavuş Aslanla bir çox sənət, onların hamısı dünyasını dəyişdiriblər. Elə mən də bu günləri Gülyaz xanımla oradakı ifasını o qədər sevdik ki, tut əlimdən qoşa gəzək. Orada onun bir şıltaq, ayaq ata oynayır orada bir sevənlərə. Elə ora baxanda mən də dururdum onun kimi oynayırdım o vaxtlar. Qismət oldu mahnını Gülyaz xanım seçdi, oxudu. Gülyazdan da mən uğradım, sonra cüt elə dedik ki, tut əlimdən qoşa gəzək dünyanı. Zaten sanki bizim üçün oxumuşdu onu. Musiqisi Emre Sabitoğlu'ya aid olan Nişanlı Qız tamaşasından. Elə də tamaşadan da Bəli, fragment var, oradan da verirlər onu. Bəli, hörmətli tamaşaçılar, bugün biz böyük məmnuniyyətlə mən dünyaya aktrisa olmaq üçün gəldim deyən görkəmli aktrisamız Amalya Pənahovanın onun anadan olmasının 80 illiyi ərəfəsində böyük ehtiram və hörmətlə yad etdik. Ruhu şad olsun. Amalya xanım, həmin o sənətkarlardandır ki, heç vaxt unutmayacaq. Bilirsiniz, bəzən müəyyən insanlar var, onlar dünyasını dəyişir və deyirlər ki, təkrar olunmaz adamlar yoxdur filan. Amma var elə insanlar ki, onların yeri boş qalır. Yəni və sən barışa bilmirsən bəzi adamların bu dünyadakı yoxluğu ilə. Amalya xanım o adamların içindədir. Yəni, daim onu görmək, daim onunla ünsiyyətdə olmaq istəyin var. Ruhu şad olsun sənətkarın və Azərbaycan teatrı var olduqca, belə sənətkarlar yaşadıqca Amalya xanım həmişə aramızda olacaq. O irsi ilə gözəl yaratdığı teatr tarihi ilə. O sonda Gülənan xanım, siz səhnəyə dəvət edirik. Sizinlə isə sağollaşırıq, hörmətli tamaşaçılar. Yeni verişlərdə görüşənə qədər. Sağlıqla qalın. Şirin sözlüm gel beri, hatırlayak o hoş geçen günleri. Tut elimden koşa gezey dünyanı, seninleyem menden hoşbəxt dehanı. Sevenlere nəğmə deyək, sevə sevə vursun ürək. Sevenlere nəğmə deyək, sevə sevə vursun ürək. Tut əlimdən qoşa gəzək dünyanı, səninləyəm məndən xoşbəxt dehanı. Tut əlimdən qoşa gəzək dünyanı, səninləyəm məndən xoşbəxt dehanı. Arzulara ümid verir ilk bahar, səninlə mən oldum hər an bəxtiyar. Tut əlimdən qoşa gəzək dünyanı, səninləyəm məndən xoşbəxt dehanı. Sevənlərə nəğmə deyək,
xoşbəxt dehanım. Tut əlimdən, qoşa gəzə dünyanı. Səninləyəm, məndən xoşbəxt dehanım. Qara gözlüm, şirin sözlüm, gəl bəri. Xatırlayaq o xoş keçən günləri. Tut əlimdən, qoşa gəzək dünyanı. Səninləyəm, məndən xoşbəxt dehanım. Sevənlərə nəğmə deyək, sevə-sevə vursun ürək. Sevənlərə nəğmə deyək, sevə-sevə vursun ürək. Tut əlimdən, qoşa gəzək dünyanı. Səninləyəm, məndən xoşbəxt dehanım. Tut əlimdən, qoşa gəzək dünyanı. Səninləyəm, məndən xoşbəxt dehanım. Tut əlimdən, qoşa gəzək dünyanı. Səninləyəm, məndən xoşbəxt dehanım. Tut əlimdən, qoşa gəzək dünyanı. Səninləyəm, məndən xoşbəxt